Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün saat 20:00 radələrində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus Vaz markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn Mercedes markalı avtomobillə toqquşub. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərbənin təsirindən Vaz markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir. Eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır.